Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2026-cı ilin əvvəlindən əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi və əkin sahələrinə suvarma suyunun etkisiz və vaxtında çatdırılması məqsədi ilə kanal və kollektorlardan lildən təmizləmə işləri aparılıb. Rayon ərazisində 5 ədəd subatezyan quyusunda cari təmin işləri həyata keçirilib. Son illər rayonda tütün və qarğıdalı bitkisinin əkini geniş vüsət alıb. Həmin bitkilərin əkilməsi üçün fermerlər tərəfindən hazırlıq işləri aparılır. Su itkisinin qarşısının alınması məqsədi ilə 5,7 km uzunluqda kanallarda beton üzlü işlər aparılıb. Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən cari ilin suvarma mövsümünə hazırlıq çərçivəsində suvarma kanallarında lildən təmizləmə işləri davam etdirilir. Görülən işlərin əsas məqsədi suyun maneəsiz axının təmin edilməsi, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır. İdarə tərəfindən daş beton bəndlərdə 80 kub metr cari təmir işləri selə qarşı mübarizə məqsədi ilə mövcud çay sistemlərində ekskavator və buldozerlərlə 70,8 min kub metr həcmində çay yataqlarında təmizləmə işləri görülüb və bu işlər rayon ərazisindən axan bütün çaylarda davam etdirilir. İdarə tərəfindən çaylarda sel və daşqınlarla mübarizə tədbirləri çərçivəsində çay məcralarının tənzimlənmə işləri davam etdirilir. 2025-ci ildə 579 min kub metr həcmində çay məcralarının tənzimlənmə işləri aparılmışdır. Bu hal-hazırda gördüyünüz kimi Türyan çayda da çay məcrasının tənzimləmə işləri davam etdirilir. Dağ çaylarında görülən qabaqlayıcı tədbirlər əkin sahələrini, əsasən də yaşayış məntəqələrini sel sularından sığortalamış olur. Sakinlər əvvəlki illərlə müqayisədə bu sahədə xeyli işlərin görüldüyünü söyləyirlər. Bizim bu çay barəsində bizim həmişə problemlərimiz olurdu. Şükür Allaha ki, indi dövlətimiz bütün texnika köməkliyi ilə, əl köməkliyi ilə bizim bu çayların hamısının su təhlükəsinin qarşısını alır. Hər şey yaxşıdır, sel təhlükəsi də bizdən uzaqlaşır. Dövlətimizin köməkliyi ilə bütün texnika burada işləyir, bütün texnika göndərilir, gəlir. Sahələrə su düşən yerləri, kəndə su düşən yerləri hamısını bənd basırlar. Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi 2026-cı ilin 3 ay ərzində ekologiyanın çirklənməsinin qarşısını almaq məqsədi ilə rayon ərazisində formalaşan Çirkab, Bayankənd ünvanında yerləşən tullantı su təmizləyici qurğular kompleksində təmizlənərək Əlican çayına axıdılır. Bununla yanaşı su şəbəkəsində 72, kanalizasiya şəbəkə xəttində isə 6 qəza baş verib və bütün qəzalar aradan qaldırılıb.